Herkese salam dostlar, bugün sizlerle birlikte ders vlog çəkirəm. Bence çok maraqlı olacaq. Bəzi dərslərində izahımı verdim. Gəlin videomuza keçək. Bütün dərsliklərimi dostlar bura qoydum. İndi hamını birlikte tapşırıqlarını işləməyə başlayaq. Bizim riyaziyyatın da dərsliyimiz bərabərsizliklərin toplanması və vurulmasıdır. Çıxılmasını biz çoxdan keçmişik. Yəni bir dərs öncə keçmişik. İndi toplanması və vurulması çox sadə bir dərsdir. Baxın, burada deyir ki 3 kiçikdir 8 üstəgəl 4 kiçikdir 6 7 sual işarəsi 14. Burada indi necə olacaq? Baxın, normal bir üstəgəl 3 üstəgəl 4 neçədir? 7. 8 üstəgəl 6 neçədir? 14. Baxın, bütün görürük ki, bir pozun. Görürük ki, bu hissədən kiçikdir. Deməli, burası sual işarəsinin yerinə olacaq, kiçikdir. 7 14-dən kiçikdir. Bilirik ki, 7 14-dən normal həyatda da kiçikdir. Deməli, cavabımız belə olacaq. Vurmada da belə olacaq. Bu vurmada, məsələn, bunu vurma işarəsi kimi bilin. Burada 3 vuracaq 4-də olacaq 12, kiçikdir. Çünki bu işarələr hamı kiçik tərəfi göstərir. 8 də 6-ya olacaq 48. Yəni, vursaq əgər bunlar bir-birinə cavabımız formada alınacaq. Yəni bu dərs çox asan dərsdir. Bizə də 2 dənə çalışma vermişdik, ikisini də işlədim. Beləliklə riyaziyyat dərsimiz də bitdi. İndi gəlir xarici fənnimiz rus dil fənni. Bundan bir tapşırıq vermişdi, onu işləyəcəm bir dəqiqə və öyrənməyə lüğət də vermişdi. Mən hələ bilirəm, bir tapşırıq verib bu səhifənin hamını test olaraq verib, yəni başda 7 dənə çalışma. Birdən oxuya bilsəz siz də öyrənin. Özümə danışacağım və videonu açacağım. Bəli dostlar, rus dilində bitirdim, lüğətində öyrəndim. İndi isə ədəbiyyat dərsimizi açaq. Bizə müəllim bomba mətni öyrənməyə vermişdi. Bura qədərdir. Mən başlayayım oxumağa. Sizə bu arada mən oxumamışdan qabaq bomba mətnini yazan, yəni bu bomba mətn deyim, əsər deyim, nə deyim bilmirəm, hələ yeni tam oxumamışam. Yazan şair haqqında məlumat verim, şair dedim. Bu bomba əsərini yazan Əbdürrəhim bəy Haqverdiyevdir. Əbdürrəhim bəy Haqverdiyev o dolğun məzmunlu dram əsərləri, maraqlı hekayələri ilə şöhrətlənmiş, ədəbiyyatımızın və sənətimizin inkişafında mühüm rol oynamışdır. Bu yeni mən çıxarta bilmədim. Yəqin ki əsər yazan olur, yəqin ki onlardan olur. Yəni bəlkə bir məlumatlandırmaq istədim və keçək mətnimizə. Siz də mənimlə birlikdə oxuya bilərsiniz.
Hemen deyim nədən danışılır. Burada Qorodova Kərbəlayı Zalın əslində necə işindən xaric olunduğu haqqında məlumat verilir. Birinci əsərin başlanğıcında baxın, deyilir ki, Qorodova Kərbəlayı Zal 25 ildən artıq polis idarəsində xidmət edirdi. Yəni bu 25 ildən artıq polis idarəsində xidmət edirdi. Arvadı da çox narazı idi bu işdə işləməsinə. Həmişə deyirdi ki, ay kişi gəl sən bu Qorodovoyluğu burax, sən saqqalına şaşqa, nə də şapka yaraşırdı. Yəni sən yaraşmırsan da o geyimə. Və gəl bir baqqal dükan açaq deyir və bu kişi bunlar razılaşmır. Bu istədi söhbət bundan gedir ki, o gün dəftərxanada işləyən bir pristav bunu çağırıb deyir ki, Kərbəlayı Zal səndən narazıyam. Həmin gün sən Rusiyadan yeni bir adı neydi? Qorodovoy. Yadıma çatmır o sözü. Qorodovoy gəlibmiş. O ondan daha yaxşı işləyirmiş. Tüfəng tapır, patron tapır, bomba tapır. Amma sonra onun narazılığını bildirir ki, sən heç sınıq bir balta da tapa bilmirsən. Yəni bundan narazılığını bildirir bu hissədə. Bu onun qanı qaralır. Evə gəlir, arvad soruşur nə olub? O da heç nə başım ağrıyır deyir. Sonra da bir gecə yarısında küçəyə çıxır. Həmin gündəki bir Usta Feyzullahın evinin qapısında at görür. Oradan yəni tanınmadığı insanlar onun evinə atın üstündəki çuvalları daşıyır və o da fikirləşib ki, bu gecə yarısında daşınan çuval yəni xeyir iş deyillər. O həmən öz necə deyim, bir qadasındığını nə deyim, ona xəbər verir ki, gəlin burada bir iş olub. Onlar da gəlirlər, tapırlar, görürlər ki, heç nə yoxdur. Sonra axırda da yəni bu hissədə də burada deyir ki, səhər Kərbəlayı Zalı qulluqda xaric edəcək. Çünki bunlar onları boş-boşuna işlədiblər. Yəni heç də olmamış yerdə boş-boşuna işlədiblər. Yəni o demək istəyir bu hissədə və ən axırda deyir ki, o bir çuvalda da qarpızlardan başqa bir şey yox idi. Yəni o çuvalın içində hələ bilir ki, dəyərli bir şey var, amma qarpızdan başqa heç nə yox imiş. Səhər Kərbəlayı Zalı qulluqdan xaric ediblər. Yəni bomba əsərində də danışılan bunlardan idi. Ədəbiyyatla bitirdi. İndi keçək fizikaya. Burada bəzi şeylər qeyd edəcəm deyə çəhrayı flomasteri də götürdüm. Dostlar, mən bu fizikada daha odaklana bilmirəm. Yəni orada biraz çətin düsturlar falan var, baxın burada. Onu video çəkmədən öyrənməliyəm. Çünki belə video çəkəndə tam odaklana bilmirəm. Ona görə də yəni mən videonu durdurub öyrənib gəlim. Bəli dostlar, elektrik sahəsinin intensivliyi idi dərsimiz. Öyrəndim dərsi. Burada bu sualın ilk dəfə 19-cu əsrin ingilis alimi Faraday cavab verir. Hər bir elektrik yükünün ətrafında elektrik sahəsi mövcuddur. Burada bir açar bilgi olaraq qalsın. Bu cümləni oxudum. Dostlar, əslində Azərbaycan dili son dərsimiz idi, amma son dərsimiz Azərbaycan dilində, yəni biz test işlədiyimizə görə, yəni evə heç nə verməyib, ona görə Azərbaycan dilini işləmirəm və videomuz da bu qədər idi. Dostlar, videomuz bu qədər idi. Videomu bəyəndiyseniz like atmayı, kanalıma abunə olmağı, başqa nə videolar çəkim, onu da yorumlara yazmağı unutmayın və bir bilgiləndirmə də olub keçin. Dostlar, məni 50 abunə eləyə bilərsiniz, çünki mən canlı yayın açmaq istəyirəm. Canlı yayında da öz sifətimi göstərəcəm. Amma 13 abunə olduğuma görə aça bilmirəm. Yəni 50 abunə və 50 abunə üzərindəkilər canlı yayın aça bilər. Ona görə də məni xahiş edirəm, 50 abunə etməyi unutmayın. Bu kanalda ilk uzun vlogum olduğu için danışa bilmirəm, heyecanlanırım. Normalde shortslar falan çəkirəm, ona görə. Sağ olun.